Arıların yetişdirilməsi ilə bağlı xüsusən beynəlxalq tərəflər digər heyvan növlərindən bir qədər spesifikdir. Çünki arılar iqlim dəyişikliyinə daha çox həssas olan bir canlılardır. Arılarda populyasiyanın bərpası qısa müddətdə baş verə bilir. Ona görə də arıların həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rayonlaşdırılması deyilən digər heyvan növlərindən daha güclü bir proses həyata keçirilməlidir. Bizim ölkəmizdə 2 arı cinsi klassik olaraq tarixən mövcuddur. Bunun biri sarı boz Qafqaz arı cinsi, digəri sarı Qafqaz arısı. Amma 2025-ci ilə qədər digər arı cinsləri də ölkəmizə gətirilib, yetişdirilib və artıq rayonlaşdırılıb və beləliklə hazırda ölkəmizdə 6 arı cinsi arıçıların istifadəsindədir. Birinci növbədə arıların sağlamlıq vəziyyətinin qorunması üçün mütləq profilaktik tədbirlər həyata keçirilməlidir, müalicə tədbirləri həyata keçirilməlidir. Arıçılıqda belə bir ənənə var ki, bal verən bitkilərin çiçək açması, nektar toplaması mövsümündən asılı olaraq, xüsusən may ayından başlayaraq arıxanalar bir yerdən başqa yerə köçürülür. Belə olda mütləq təmas, karantin zonası müəyyənləşdirməlidir. Müvafiq normalara görə bir arıxana ilə digər arıxananın arasında təqribən 5 kilometr izolə bölgə olmalıdır. Bir ay müddətində, ondan sonra arıxanalar yaxınlaşdırıla bilər. Amma ana arı yetişdiriciliyində ümumiyyətlə tamamilə təcrid olunmuş bir bölgədə aparılmalıdır və bu bölgədə 3 kilometr radiusda digər ana arı yetişdirici müəssisəsi olmamalıdır. Eyni zamanda iqlimdən, şəraitdən asılı olaraq arıları həm qurluq, həm də ki, müalicəvi tədbirlərin görülməsi labüddü və mütləq yerinə yetirilməlidir. Qeyd edeyim ki, burada ciddi qida təhlükəsizlik tələbləri də yerinə yetirilməlidir. Yəni, istehlaka buraxılan arıçılıq məhsulları, xüsusən balın tərkibində antibiotiklər, pestisidlər, digər baytarlıq preparatları mütləq norma çərçivəsində olmalıdır. Onu da qeyd edeyim ki, hazırda Avropa Birliyi ölkələrinə arıçılıq məhsullarını, xüsusən balın ixracı üzərində işlər aparılır.